10 gün qabaq pasiyent müayinə olunub və müayinədə yazılana əsasən sağ böyük dəraltı venada qapaq etməzliyi izlənilir. Damarın da ölçüsü 6-8 mm falan. Əslində ölçü ilə bağlı məsələ düzdür. Sadəcə problem o damarda qan axını normaldır yoxsa yox. Biz özümüz Doppler edib təkrar baxırıq və həmin damarda qanın geri axını deyirik, reflux. Onu yoxlayıb baxmaq istəyirik. Heç bir geri qan axını yoxdur. Yəni ölçü olaraq bu böyük də olsa, amma burada heç bir geri qan axını yoxdur. Burada isə problem nədir? Budun yan hissəsində baxsaq, çox sayda hətta burada daha da qabarmış bir görüntüdə genişlənmiş damarların olması. Biz sadəcə bu görüntüləri görsək və pasiyentin bizə təqdim etdiyi bu Dopplerdə yazılanları oxusaq, əslində biz bunu əməliyyat etmiş olarıq. Amma bu pasiyentə heç bir əməliyyat lazım deyil. Yalnız görüntü narahat edirsə əməliyyat lazımdır. Demək biz hər bir halda müraciət edən pasiyentləri bir-bir bu detallara varmalıyıq, diqqət etməliyik. Əks halda nə asandır ki, bir gündə 20 əməliyyat, 30 əməliyyat etmək.